Hər vaxtınız xeyir olsun. Bu videoda Dövlət İmtahan Mərkəzinin 20 variant sınaq imtahanı adlı toplusunda sınaq 1-in izahına baxacağıq. Davamlı olaraq paylaşacağıq. Sizdən də əsas istəyimiz ondan ibarətdir ki, videolarımızı bəyənmək və kanala abunə olmaq. Yəni vaxt itirmədən elə birinci sualdan başlayaq. Birinci sualda deyir ki, informasiyanın neçə növü var? Burada cavab C variantı götürüblər. Sadəcə informasiyanın, yəni bu şərt düzgün deyil birinci sualda. Çünki informasiyanın növləri içərisində orqanlar vasitəsilə, məsələn, vizual, səs, dad, qoxu, taktil, bu da var. İnformasiyanın verilmə üsulu növləri də var. Məsələn, mətni, ədədi, qrafiki və s. Hamısı 5 dənədir. Sadəcə olaraq, yəni şərt düzgün deyil. İkinci sualda nə deyir? İnformasiyanın xassəsi deyil. Biz informasiyanın xassəsini də bilirik ki, tamlıq, obyektivlik, aktuallıq, etibarlıq, sadəcə diskretlik yoxdur. Digər qalanları isə informasiyanın xassələri sayılır. Üçüncü sualda. İnformasiyanın emal prosesidir. Emal prosesi bir şəkildən digər şəklə keçmədir. Məsələn, üzərində əməliyyat aparsın da bir növ. Məsələn, burada baxsaq, mətnin tərcümə edilməsi. Mətnin tərcümə edilməsi nədir? Yəni, bir dildən başqa dilə keçmə. Yəni, bunu da yadda saxlaya bilərik ki, bu emal prosesinə misal ola bilər. Məsələn, riyaziyyatda hər hansı bir məsələnin hesablanması. Bu da emal bir prosesidir. Dördüncü sualda informasiyanın növü deyil. Burada informasiyanın növü bayaq dediyimiz kimi, məsəl üçün, orqanlar vasitəsilə də vizual, səs, dad, qoxu, taktil. Sadəcə burada video informasiya yoxdur. Yəni, belə bir şey yoxdur. Yəni, bunun növünə aid deyil. Cavab olacaq variantı. Sonra keçək 5-ci suala. Bunları silək. Beşinci sualda nə deyir? İnformasiyanın qəbul edəcək şəxsin başa düşdüyü şəkildə verilməsi informasiyanın hansı xassəsinə aiddir? Yəni, başa düşüləcək şəkildə, yəni anlaşılır şəkildə olması deməkdir. Cavab olacaq D variantı. Yəni, biraz başa düşdükdə, biraz üzərində fikirləşdikdə tapmaq olur. 6-cı sualda. Doğru ifadəni müəyyən edin. Cari zamana uyğun olan informasiya aktualdır. Cari zamana uyğun olan informasiya aktualdır. Qalsın. İnformasiya tamdırsa, o həmişə aktualdır. Xeyr, tam olan informasiya heç zaman aktual olmur. Elmi məqalələrdə olan informasiya həmişə aktualdır. Xeyr. İnformasiya başqasının fikrindən asılı deyilsə, o aktualdır. Başqasının fikrindən asılı deyilsə, o obyektiv olur. Etibarlı mənbələrdən alınan informasiya aktualdır. Xeyr. Cavab olacaq, qalacaq A variantı. Bəli, cari zamana uyğun olan informasiya aktual olur. Sonra 7-ci sual. Bu cür suallara sonra baxacaq. Çünki bunlar birləşdirilib. Yəni, bu informasiyanın ilkin anlayışlarına, yəni bu aid deyil. Keçək 8-ci sualda eynən elədir. Bunları ayrı bir formatda izah edib part 2 olaraq paylaşacaq. Sonra isə 9-cu suala gəlin baxalım. Şagird Paint proqramında ağ-qara təsviri rəngləyir. Yəni, üzərində bir əməliyyat aparır. Yəni, bir şəkildən təsəvvür edin ki, məsələn, belə bir kvadratdır. Bunun üzərində əməliyyat edib, bunu üçbucağa çevirir. Məsələn üçün. Burada bir əməliyyat edir də. Yəni, burada da elədir. Şagird Paint proqramında ağ-qara təsvir rəngləyir və bu təsvir üzərində hansı informasiya prosesi yerinə yetirir? Emal prosesi. Cavab olacaq D variantı. Yəni, bu da bir sadə sualdır. Bu da bir sadə sualdır. Sonra 10-cu sualda. 10-cu sualda deyir ki, informasiyanın qrafiki təqdim olunmasına aid deyil. Bu bir qaydadır. Sxem var, diaqram var, çertyoj var, foto şəkli var. Sadəcə burada səs yazısı deyilən bir şey yoxdur. Sonra 11, 12 bunlar qalacaq. Bunları sonra izah edəcəyik. 13-dür, 14-dür. Sonra gəlirik 15-ci sualda. Dediyim kimi
O digər sualları da part 2 olaraq paylaşacaq. Bazar günü Arif dostunun evinə qonaq getdi. Dostu ona qarşıdakı dayanacaqdan avtobusa minib geri qayıda biləcəyini dedi. Arif dayanacaqda 3 fərqli nömrəli avtobus gördü və anladı ki, dostunun verdiyi informasiya onu geri qayıtmaq üçün qərar qəbul etməyə kifayət etmir. Dostunun verdiyi informasiyanın hansı xassəsi ödənilmir? Baxın, deyir kifayət eləmir. Yəni azdır, tam deyil. Yəni tamlıq xassəsi pozulub da. Biraz üzərində fikirləşəndə tapmaq olur. Yəni o qədər də vaxt itirməyə dəyməz. Cavab olacaq C variantı. 16-cı sual. 16-cı sualda deyir uyğunluğu müəyyən edin. Cari zamana uyğun olan informasiya olur aktual informasiya. Birinci sualda, yəni üzr istəyirəm, 1-də olur B. Sonra ayrı-ayrı mənbələrdən eyni obyekt haqqında anlama üst-üstə düşürsə bu olur etibarlı. 2 olur C. Üçüncüsündə başqasının fikrindən asılı olmayan informasiya, yəni bir nəfərin, yəni obyektivdir. Olacaq nə? Y variantı. 1B, 2C, 3C cavab olacaq A variantı. Keçək. 17-ci sualda eynən elədir. 18-də, 19-da. Sonra keçirik 20-ci suala. Uyğunluğu müəyyən edin. Mətn informasiyası, ədədi informasiyası, səs informasiyası. Bu da sadədir. Mətn informasiyası nədir? Hekayə, şeir, reklam yazısı. Bir növ yazı, yəni birdə olur. Birdə oldu deməli. Y variantı. 2-də ədədi informasiyadır. Riyazi ifadələr, ədədlər, rəqəmlər, tarix, zaman verilənləri bir növ. A variantı. Üçüncüsündə isə səs informasiyasıdır. Klip, video çarx, film, yəni C variantı olacaq. 1 Y, 2 A, 3 olacaq. Burada olacaq. Üzr istəyirəm. Burada bir səhv getdi. Səs informasiyası, başqa şeydir. Mən çaşdım. Demək burada olacaq səs informasiyası, telefon zəngi, quşların səsi. Burada mən C variantı niyə dedim? Klip, video çarx. Xeyr, bu ora aid deyil. Multimedia. Şəkil, video, səs. Aha. 3-də olacaq B variantı. Deməli cavab olacaq 1 Y, 2 C, üzr istəyirəm, 1 Y, 2 A, 3 B. Cavab olacaq C variantı. Cavab olacaq C variantı. Yəni burada da çətin bir şey yoxdur. İnformasiyanın yadda saxlanması prosesi deyil. 22-ci sualda. İnformasiyanın yadda saxlanması prosesi, mətnin oxunması, şagirdlərin siyahıya alınması, yəni yazıb siyahıya alınır. Yəni informasiyanı saxlayır da. Dəftərdə qeydlər aparır, saxlayır. İnformasiyanı diskə yaz, saxlayır. Cədvəldə verilən qeydi saxlayır. Sadəcə mətnin oxunması, yəni bu mətni oxuyur da, bu sanki bir qəbul eləyir. Yəni cavab olacaq A variantı. Ümid edirəm ki, bura qədər heç bir qaranlıq qalmadı. Sonra 23-cü sualda informasiyanın ötürülməsi prosesində İştirak edən elementləri ardıcıllıqla müəyyən edin. Bu ardıcıllıq çox önəmlidir. Məsəl üçün, informasiya haqqında danışırsan. İnformasiya mənbəyi olmalıdır bunu danışan. Yəni 3. Yəni 3. Sonra informasiya bunu kodlaşdırıcı qurğu vasitəsilə göndərməlisən. Göndərilmədə istifadə olunacaq rabitə kanalı vasitəsilə göndərirsən. Sonra burada olacaq dekodlaşdırıcı qurğu. Sonra da olacaq 3, 5, 2, 4. Sonra da olacaq bunu ötürürsən. Yəni bunu qəbul edən olmalıdır da. Olacaq 3, 5, 2, 4, 1. Yəni açıq sual idi. Sonra 24-cü sual da elədir. Və sonra 25. Müəllim dərs izah edərkən şagirdlər hansı növ informasiya qəbul edir? Taktil qəbul eləmir, dad olmur, qoxu olmur, yerdə qalır. 1, 2, həqiqətən də görürsən, bir də səs eşidirsən. Aha. Sonra 27-ci sual. 27-ci sualda görək nə deyir? Deyir ki, uyğunluğu müəyyən edən informasiyanın xassəsi, informasiya prosesləri. Demək,
informasiyanın xassəsidir, tamlıq xassəsi. Sonra, burada verilməyib, yəni az verilib. Tamlıq xassəsi, bir də anlaşıqlıq xassəsi. D variantı. İkinci, informasiya prosesləri. İnformasiyanın toplanması, saxlanması, ötürülməsi, emalı. Görürsən, emalı var burada. Yəni, Y variantını yaza bilirsən bura. Sonra, ötürülməsi, bir də A variantı. Ümid edirəm ki, hər şey anlaşıqlı oldu bura qədər. Digər sualları da part 2 olaraq paylaşacağam. Yəni, yerdə də o qədər sual qalmadı. Bu qədər.